Salam millət, hər vaxtınız xeyir olsun. Hər biri salamlayıram uşaqlar. Bu günlərdə maraqlı bir videomuz olacaq. Çoxdan da bizdə video yoxdur dostlar. Ona görə də bu videoya maksimum dəstək olmaq lazımdır ki, mən də motivasiyada olum və sizin üçün videolar çəkim dostlar. Binary videolarını mən burada paylaşacağım uşaqlar. Biz Forex-də artıq keçmişik. Qapalı qrupda işləyirik. Kimlər istəsə Instagrama yazıb məlumat ala bilər. Bütün məlumatları aşağıda saxlamışam dostlar. Qısaca mən sizə göstərəcəm bizdə Telegramda nə var. Uşaqlar, bu bizdə H4FX community-dir. Görürsünüz, uşaqlar burada yazışırlar, məlumatlarını paylaşırlar, bir-biri ilə məsləhətləşirlər, plusların, minusların bir-biri ilə paylaşırlar. Hansısa necə deyirlər, analizləri olanda burada bir-biri ilə yazışırlar və bir-biri ilə məsləhətləşirlər uşaqlar. Siz də bu community-də ola bilərsiniz və bu təlimlərdən yararlana bilərsiniz. 5 dənə modulumuz var. 5 dənə modulun içində videolar var, video təlimlər var. Hansı ki, mən və bizim müəllimlər tərəfindən sizə öyrədilir və tam olaraq 24/7 siz burada sualınıza cavab tapacaq adam tapa biləcəksiniz. Çünki hamı buradadır uşaqlar və sizi də burada gözləyirəm uşaqlar. Deməli, sonra bizdə Signal kanalı var. Signala görə müraciət etmək istəyənlər əlbəttə ki, yaza bilərlər və yazmaqdan öncə deyim ki, aşağıda mən sizin üçün Telegram saxlayacağım. Baxın, bu Telegramda uşaqlar, bu Telegramda artıq 3000 neçə nəfər var. Həmən bu Telegramın linkini aşağıda saxlayacağım. Siz ora sadəcə istək atacaqsınız və mən sizi oradan qəbul edəcəm. Bütün xırda yeniliklər, yeni yeniliklər hamısı burada paylaşılır və sizə bildirilir uşaqlar. Ona görə də mütləq və mütləq bu kanalı H4FX Start kanalını izləyin. Aşağıda linkini saxlayacağım. Və bizim mini təlimimiz də var. Hansı ki, əgər siz heç bir müəllim istəmirsinizsə, hazır təlimlərdən yararlanmaq istəyirsinizsə, belə bir təlimimiz də var. Buna mən mini təlim adını vermişəm. Hansı ki, siz bundan da yararlana bilərsiniz və bu akademiyada da ola bilərsiniz. Əgər Modul X-a gəlmək istəmirsinizsə, çünki Modul X bizdə böyük təlimdir. Hansı ki, sizə tam olaraq sıfırdan heç nə bilmirsənsə, səni tam olaraq 3 aya, 5 aya trader eləyəcəksən, hansı ki, bazardan tam olaraq anlayışın olacaq və bazarda özünü komfort hiss eləyəcəksən və sertifikat ala biləcəksən. Forex üçündür uşaqlar. Forexi biz orada həll edirik. Yəni, orada ticarət edirik. Çünki mən özüm swing əməliyyatlarına keçmişəm. Mənim əməliyyatlarım ümumiyyətlə uzun çəkir uşaqlar. Mən 3 günlük, 5 günlük, 10 günlük, 15 günlük əməliyyatlar açıram və daha çox yönlənmişəm fəlsəfəyə və daha çox yönlənmişəm motivasiyaya, hansı ki, Milyoners kanalında siz bunu görə bilərsiniz və həmən kanalda mən bunların hamısını paylaşıram. TikTok, Instagram hamısını aşağıda saxlamışam, hamısı sizin üçündür uşaqlar. İndi isə biz istəyirik biraz trade eləyək. Gəlin biz görək. Burada bizdə dostlar tək şam strategiyasıdır. 2 dəqiqəlik əməliyyatlar açacağıq. Ona görə də dostlar, baxın. İlk öncə bizdə burada 2 dəqiqə var və biz burada da 2 dəqiqə seçirik. Məndə uşaqlar çoxlu burada belə bir ödənişsiz, yəni mən bu əməliyyatı açsam, mənim itkim olmayacaq. Qazanca çıxsam isə mənə qazanc veriləcək. Biz götürəcəyik bunu. Uşaqlar, bizdə burada 2 dəqiqə var və 2 dəqiqə də burada var. Elə eləyəcəm, video çox uzun alınmasın. Axşam da hal-hazırda uşaqlar saat 21:13-dür və bu vaxtları millət çox yerdə OTC-dir. Mən hal-hazırda real valyuta tapa bilmədim. Ona görə də biz hal-hazırda OTC-də trade eləyəcəyik. Burada belə bir iZone bölməsi də var uşaqlar. Burada zona ilə də maraqlı olsa yazarsınız. Bunun haqqında da bir video çəkərəm sizin üçün. Yeni bir funksiyadır. Gəlib uşaqlar promokodlar saxlamışam. Burada da görə bilərsən həmən promokodları. Bu promokodlarla depozit eləyirsən, sənin depozitinə 50%, 100% bonus gəlir dostum. Aydın oldu mu sənə? Mən sadəcə situasiya axtarıram. Ona görə hələ ki danışıram və yararlana bilirsən. Yəni, aydın oldu mu sənə? Həmən brokerin linki aşağıdadır. Birbaşa keçid alırsan, promokodu yazırsan və depozitini eləyirsən. Baxırıq uşaqlar, baxaq görək burada nə var, necədir vəziyyət. Deməli, bizim burada şamımız uşaqlar hələ ki bağlanmayıb. Biz burada aşağıda görürsünüzmü? Belə bir panellər görə bilərik. Düzdür, mən sizə məsləhət görmürəm copy tradingə qoşulasınız. Özünüz öyrənin uşaqlar, amma burada copy trading bölməsi də var. Повторить сделки görürsünüzmü? Bunun qazancını və neçə dənə əməliyyat açıb hamısı yazılır burada. Kim istəyir, burada copy trade-ə qoşula bilərlər uşaqlar. Məndə yoxdur bu, mən ora qoşulmuram.
və ondan istifadə eləmirəm uşaqlar. Mən hal-hazırda özüm trade eləyəcəm və biz burada əməliyyat açacağıq. 50 dollarlıq əməliyyat açılacaq. O da nəyə görə uşaqlar? Bizdə burada pulsuz əməliyyatlar var. 2 dənə, 3 dənə istəyirəm ondan açım və yararlanaq. Görürsünüzmü? Burada traderların açdığı əməliyyatlardır. Kim hara açır, necə açır göstərir burada. Hal-hazırda mən gözləyirəm bu şamın bağlanmağını. Dostum, bir dənə like elə videonu elə bu dəqiqə. Çünki mən də motivasiya istəyirəm ki, video çəkim sizin üçün. Çoxdandır video yoxdur, çoxdandır həqiqətən də və bir yerdə artıq sakitcə kənarda işləyirik. Binary-nin videolarını görmək istəyirsənsə dostum, əlbəttə ki, abunə olmalısan və bizi izləməlisən. Gözləyirik, 11 saniyə qalıb uşaqlar. İndi şam açılacaq. Görün, mən çatdıracam 2 dənə açmağa. 50 dollar verir də zaraza. Biraz çox versəydi yaxşı olardı. Aha. Birini nəqdindən açdım. Sonra birini də götürəcəm. Bir dənə də açacam. 100 dollar. Okey. Görək. Uşaqlar, bu əməliyyatlar siz trade elədikcə bura yığılırlar və siz buradan götürə bilirsiniz. Aydın olurmu sizə? Görürsünüzmü? Bura biz keçid alanda biz burada görə bilərik ki, deyək, məsələn 5 dollarlıq 10 dənə əməliyyatım var, 10 dollarlıq 14 dənə əməliyyatım var, aydın olurmu? 20 dollarlıq 56 dənə əməliyyatım var. Mən bunları nə tərsə işlətməliyəm. Bunlar qalıb burada. Mən böyük açıram deyə uşaqlar. Ona görə bizdə alınmır. Bir də görürsünüz, balaca əməliyyat açmaq. Hal-hazırda isə öz strategiyamdan keçid almışam. Strategiyam tək şamdır uşaqlar. Bir şamın müddətinə mən keçid alıram. Görürsünüz, burada da 2 dəqiqədir. Burada 2 dəqiqəlik şamdır. Və mən düşünürəm ki, böyük bir qırmızı şamımızdan sonra yenidən qırmızı ilə bağlanacaq və biz aşağı hərəkət eləyəcəyik. Ona görə də hal-hazırda mən burada aşağı açmışam. Burada isə biz görə bilərik ki, məsəl üçün biz Fibonacci belə götürsək, baxaq hani bizim Fibonacci'miz götürürük Fibonacci'ni uşaqlar. Dibdən götürürük və yuxarı çəkirik. Bizim qiymətimiz buradan başlayıb və getmişik biz yuxarı. Baxaq görək, bizdə Fibo hardadır və biz buralara kimi bir korreksiya eləyəndən sonra yuxarı gedə bilərik. Biz hal-hazırda 200 dollarlıq əməliyyat açmışıq və bizdə əməliyyat aktivdir uşaqlar. Vaxtına da az qalıb. Biraz məndə burada əməliyyatlarda fərq var. Nəyə görə fərq var uşaqlar? Əslində belə olmur. Siz bir dənə əməliyyatla açırsınız. Fərq nəyə görə var? Fərq ona görə var ki, millət, mən bunları gördünüzmü? Bir-bir açdım. Çünki mən bir udara aça bilmirəm. Və mən gərək əməliyyat açanda, aha, bir dənə plusumuz var. 47 dollar gəldi. Okey. İkinci 47 dollar. Ayda mən gərək bir dənə də açaydım buradan. İndi birdən şamımız dala qayıtsa, mən bir dənə də buradan götürəcəm. Bir dəqiqə 50 dollarlıq. Ay. Bir dənə də götürəcəm, amma 2 dəqiqəlik niyə açdım mən bunu? Çünki şam bayaqdan açılıb. Bizim məqsədimiz nədir uşaqlar? Şam açılan kimi ora keçid almaq. Aydın oldu mu sizə? Keçid almaq açılan kimi. Mən indi götürəcəm, bunu dəyişəcəm. Bir dənə normal əməliyyat açmaq istəyirəm. Şu balansı biraz qaldıraq. Bir dəqiqə. Belə eləyək. Mən istəyirəm burada 250 dollarlıq əməliyyat götürüm. 250 dollar istəyirəm mən burada. Növbəti şamda 250 dollar götürmək istəyirəm ki, biraz balansı qaldıraq uşaqlar. Maraqlıdırmı? Darıxmışdınızmı uşaqlar? Belə kontent istəyirsinizmi? Davam eləyə bilərik. Açdıq bunu. Burada da biraz depozit elədim uşaqlar. Pulum az idi burada. 1700 falan pulum qalmışdı. Depozit eləmişəm. Və hal-hazırda gedirik yuxarı. Yavaş-yavaş qaldıracaq. Görək, uşaqlar, komfort nə olur? Hardasa 10 minin üstü 20 minlərdə olanda komfort olur və o summa ilə trade eləmək daha maraqlı olur. Aha, görək. Görürsünüz, burada arxada belə bir şəkil də var uşaqlar. Bunu da qəşəng fikirləşiblər. Nu, millət, belə maraqlı. Açdıq, gördünüzmü? Heç bir nəsə fikirləşmədik. Şamdan sonra sadəcə. İndi biz gəldik 382-lərə toxunduq.
382-lərə toxunanda buradan bir korreksiya ola bilər, amma mən yenə də qorxuram. Mən yenə də uşaqlar açacağam aşağı. Mən yenə də aşağı götürəcəm. Ola bilər ki, buradan yuxarı korreksiya verər. Nəyə görə? Uşaqlar 3 dənə bizdə qırmızı var. 4-cünün də qırmızı olma şansı artıq azalır bizdə. Yaşıl olarsa yenə də gözləyəcəm. Növbəti şamda qırmızı gözləyib qırmızı keçid alacağım. Çünki məncə burada bizdə görürük ki, bir dəfə toxunmuşuq, getdik biz likvidliyi yığdıq və yenidən aşağı qaydırıq. Heç olmasa 618 zonalarına gəlib oradan bir yuxarı korreksiya görmək istəyərdim. Aha, gözləyək. 250 dollar əməliyyat açılıb və görək necə olacaq bunun axırı. 1 dəqiqəmiz qalır uşaqlar. Demək, çox kalbasit eləyir, yerində oynayır dala qabağa. Deməli belə uşaqlar. Nə suallarınız varsa uşaqlar Instagramda yazırıq, TikTokda yazırıq, izləyirik orada da. Orada oluram bütün gün uşaqlar. Artıq daha belə rahat yaşamağı seçirəm, daha riskləri az eləməyi seçirəm millət. Yəni burada da gəlirəm, biraz 1-2 dənə əməliyyat açıram. Əvvəlki kimi adrenalinə salmıram özümü, çünki millət siz biraz inkişaf eləyəndən sonra artıq daha uzun müddətli iş görmək üçün daha çox enerjiniz olmalıdır. Əvvəl cavan idim, əvvəl daha çox kontent apara bilirdim, əvvəl daha çox danışa bilirdim. İndi isə uşaqlar o qədər də istəmirsən. Hal-hazırda istəyirsən ki, görürsünüzmü, Forex-də artıq əməliyyatlar uzun müddətli açılır, heç baxmıram ora. Burada gəlirəm sizlə bir dənə video çəkirəm, bir neçə dənə əməliyyat açıram və uşaqlar yaşamaq üçün bəs eləyir millət, bəs eləyir. Aha, bu yaşıl bağlanacaq, amma mən burada istəyirəm ki, bir dənə də ayda, biraz yuxarıdan açdım, amma bu mənim xeyrim olmalıdır. İstəyirəm bir dənə də aşağı əməliyyat açım, bunu 2-yə vuracam mən. Dostlar, balansı qaldırmaqdır fikrim və bu buradan korreksiya verdi, okey. Bundan sonraki yaşıl bağlandı. Mən buna çox da inanmıram. Bizdə yuxarıda heç bir yığılacaq bir şey yoxdur. Gəl bir dəqiqəliyə baxaq, görək orada nə baş verir. Bir dəqiqəli SPVG falan, heç nə yoxdur, heç nə. Eybi yoxdur uşaqlar. Bunların hamısı gözə alınıb, 5 dəqiqəlikdə nə baş verir? Bu 5 dəqiqəlikdə uşaqlar şortdur. 5 dəqiqəlik əgər mən əməliyyat açsaydım, buradan açılmışdı məndə, bu dəqiqə korreksiya gedirdi. Və mən keçid alacağım yenə də öz 2 dəqiqəlik şamlarıma və gözləyəcəm həmən anı ki, bizdə tam olaraq aşağı gedəcək və bu şamımız bizim qırmızı bağlanacaq. Növbəti şamı gözləyirəm uşaqlar, tələsmirəm, çünki bu şam hələ bağlanmayıb. Şamın bağlanmamağı çox şey deməkdir. Şam bağlanandan sonra analitika aparmaq olur ki, okey, qiymət nə göstərdi, neynədi. Bu şam polunu bu dəqiqə gəlib qırmızı burada bağlana bilər və davam eləyə bilər aşağı. Biz 382-lərdən korreksiya almışıq. Ən gözəl korreksiya bizdə 0.5-lərdən və 618-lərdən olur. Və bu hal-hazırda yerində dayanıb. Demək, biz buradan əgər açsaydıq, biz konkret minusdaydıq və buradan açsaydıq, biz qırmızını gözləyiriksə, buradan açanda plusda olmalıydıq, biz yaxşı yerdən girmişik. 500 dollar həcmində açılıb əməliyyat uşaqlar və 16 saniyəmiz qalır. Tak, görək. Uşaqlar, videoları qısa-qısa eləyəcəm, baxın, şərhinizi bildirin. Uzun eləyəndə də siz baxmırsınız, tənbəllik eləyirsiniz. Burada da bir dənə mən oyda gezişdim. 250 dollarla bir dənə də aşağı açacağım. Pis yerdən açıldı, buradan açılmalıydı, amma eybi yox. Yenə də biz buradan gözləyirik ki, uşaqlar, gəldik, biz buraları götürdük və növbəti şamda da biz qırmızı olaraq aşağıdan açılmaq istəyəcəyik. Və bu bizə preimущество olacaq. Biz əgər yuxarıdan preimущество nədir uşaqlar? İmkan yəni yaranacaq. 0.5-lərə biz bir gəlib dəysək, oradan bir reaksiya alsaq, biz bilərik ki, bu həqiqətən də real reaksiyadır. Yoxsa buralardan alınan reaksiyalar məncə fuflodur hələ ki. Çünki bu getdi bura, gəldi qırmızı bağlandı və hal-hazırda burada olan stop lossların yığılması bir mərhələsidir məncə. Ondan sonra fərqli olacaq.
Tak, baxaq. Aha. 1 dəqiqəlik time frame-ə baxıram. Bayaqki gördünüzmü? Son saniyələrə yaxın necə bir okey, əladır. Yəni burada biz short gedirik gözəl bir şəkildə və bizim bağlanmağımıza çox az vaxt qalıb 0.5 zonalarına gedirik. Gözəl bir shortu tutmuşuq. Uşaqlar, bilirsiniz necədir? Bu strategiya sadəcə çox sadədir. Baxın, siz əgər buralardan götürsəydiniz, даже 1 dəqiqəlik şamlarda belə 1 dəqiqəlik əməliyyatlar açsaydınız, bax 1 plus, 2 plus, 3 plus, 1 dənə minus, 4 plus, 5 plus, 6 plus, minus, plus, minus, plus, minus, plus, yenə də gedirsiniz, başa düşdünüz? Yəni, bu strategiya belə işləyir, çox möhtəşəm bir strategiyadır, götürün, yararlanın uşaqlar və əgər işi ümumiyyətlə bilmirsinizsə, heç olmasa mini təlimə gəlin, mini təlimə əldə eləyin, hamınız üçün münasibdir uşaqlar, mini təlimə əldə eləyirsiniz, ondan sonra keçirsiniz tam olaraq trade eləməyə. 5 saniyəmiz, 4 saniyəmiz oyda, qəşəng buraxdılar. Yenə də mən açdım buradan aşağı uşaqlar, bir dənə də açdım. Düşünürəm ki, növbəti şamda yenə də biz aşağı gedəcəyik. Əgər yaşıl bağlanasaq, mən yenə də aşağı girəcəm. Çünki bizdə hal-hazırda konkret olaraq short situasiyadır və mən bunu 2 dəqiqəlik time frame-də baxım. Okey, əla. Düppədüz lazım olan yerdən girmişəm. Baxın, 2 dəqiqə burada uşaqlar, 2 dəqiqə də burada. Bir şam müddətinə keçid alırıq. 618-lərə gəlir hal-hazırda qiymət və biz buna hansısa bir başqa şey fikirləşmirik ki, bu buradan qayıdacaq falan yox. Qiymət gedir, okey, biz də gedirik. Oldu mu? Artıq 11.000 dollar hesabımızda pul var. Sonda baxacağıq nə qədər qazana bilmişik. Aha, gözəl bir düşüş, möhtəşəm, möhtəşəm millət. Super. Demək, 57 saniyəsi qalır. Görək 57 saniyəyə nə baş verəcək. Uşaqlar, necəsiniz? Ümumiyyətlə, trade eləyirsinizmi? Forex də eləyirsiniz, binary də eləyirsiniz, haralardasınız, nətər gedir işlər? Yəni, əmələ gəlirmi ümumiyyətlə? Görün, necə bir manipulyasiya baş verir. Oyda, 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 oyda. Bu nə idi belə? O, niço, qəşəngdir. Getdi deməli, neynədir? 618-ləri gördü, ondan sonra geri reaksiya verdi. Görə indi bu şam necə bağlanacaq bizdə? 618-ə bir iğnə atdı. Uşaqlar, yaşıl bağlansa mən yenə də long götürəcəm. Əgər yaşıl bağlansa, biz bundan yuxarıda bağlansaq, bu o deməkdir ki, 618-ləri götürüb, bir dənə yuxarılara gedib, ondan sonra yenidən korreksiya verə bilər və biz 618-ləri gördük deməkdir. İndi görək, bu necə bağlanacaq? Bu niyə belə pis bağlandı? Mən açmadım heç nə uşaqlar. Çox pis bağlandı və burada mən trade eləmək istəmirəm. Hal-hazırda gözləmək lazımdır ki, növbəti şam necə olacaq, gördünüzmü? Bu tərəfə də iğnə var, bu tərəfə də iğnə var və ortada bağlanıb. Bu o deməkdir ki, uşaqlar, biz yuxarıda gedə bilərik, aşağı da gedə bilərik. Yəni, biz bu diapazonun içindəyik, bu təpə ilə bunun içindəyik, bu aradayıq. Aydın olurmu sizə? Bu, ona görə bizə əl verməyəcək. Görək, başqa valyutada nəsə varmı? Aha, burada gözləmək olar. Amma burada keçid almaq da olar. 1 dəqiqəlik keçid alacam. Nəyə görə uşaqlar? 1 dəqiqəni gözləyirəm və bu şama 2 dəqiqəlikdir axı şamlar. Mən bu şama 1 dəqiqə girəcəm. Çünki uşaqlar 1 dəqiqəsi artıq bitir bu şamın. Aydın olurmu sizə? Mən buna 1 dəqiqəlik keçid alacam. Okey. 500 dollar 1 dəqiqə müddətinə keçid aldım. Və düşünürəm ki, bundan sonraki növbəti bizim şamımız qırmızı rəngdə bağlanacaq və biz profit əldə edəcəyik uşaqlar. Baxaq bizdə necədir vəziyyət. Çox möhtəşəmdir. 8 dənə uğurlu əməliyyatımız olub. Aha, baxaq. Mən səhər də biraz trade eləmişəm uşaqlar. Tak, biz görürük ki, belə bir situasiya var. Burada bizdə geri dönüş olub bizdə. Bir dənə əməliyyatımız geri dönüşlə qayıdıb. Burada bizdə risksiz əməliyyatlar var və bu əməliyyatımızın yekunlaşmasına 31 saniyə qalır. Uşaqlar, əgər bizim profitimiz olsa, yəni biz bu əməliyyatı götürəsi olsa, bu dəqiqə mən bağlasam 85 dollar xeyirlə
Bu əməliyyatı bağlaya 115 dollar xeyirlə bağlaya bilirdim o əməliyyatı. Aydın oldumu? Mən hal-hazırda bu əməliyyatı bağladıqda mən 475 dollar profit əldə eləmiş olacam. Yəni bizim əməliyyatımız qayıtdı uşaqlar. Bu da qayıtdı. 500 dollarlıq əməliyyatımız qayıtdı. Uşaqlar, buradan bir dənə gedək biz. Nəsə yaxşı olmadı vəziyyət, dayandı. Yenə də qayıtdıq biz. Dayandıq bir yerdə. Okey, fikir verin. Burada necə vəziyyət baş verdi uşaqlar. Eyni bu situasiyadan biri də qırmızı olaraq burada bağlandı və yaşıldan yuxarıda bağlanıb. Görün necə bir zay vəziyyətdir burada. Gedək bir dənə dəyişək millət. Görə NZD, USD, OTC-də nə var, nə yox. Okey. Bizdə burada gözəl bir düşüş oyda. Buna baxın. Görün necə götürmək olardı burada bütün vəziyyət uşaqlar. Mən indi burada nə etmək istəyirəm? Mən burada istəyirəm ki, yenə də 1 dəqiqə müddətinə, 2 dəqiqəlik şamlarda burada 1 dəqiqə müddətinə mən yuxarı kesid alacağım. Çünki şamın, uşaqlar, 1 dəqiqəsi artıq gedib. Məsəl üçün, götürəcəm 500 dollar və long. Yuxarı açacağım və düşünürəm ki, bundan sonraki yəni vəziyyət, bu şam bağlanana yaxın yaşıl bağlanacaq. Çünki bizdə 3 dənə gözəl bir yaşıl şam var. Əgər bu qırmızı bağlanarsa biz dalşı short gedəcəyik. Yəni davamlı olaraq bunun davamı bizdə short olacaq. Risk elədik uşaqlar. Ayda bizim bu əməliyyatımız qayıtdı. Ondan sonra biz 500 dollar. Hər şey öz yerindədir. Biz indi bura bir dənə Fibonacci ata bilərik. Görək, əgər biz burada buranı təsdiq eləmişiksə, biz yuxarı gedəcəyik uşaqlar və yaşıl rəngdə bağlanacaq. Və mən burada fürsətdən istifadə edirəm, hələ korreksiyadan girirəm. Mən əgər bu şamın bağlanmağından girsəm, buradan girəcəkdim uşaqlar. Mən elə buna korreksiyadan girirəm, vəbşə özümü soğurtalayıram. O da bir başqa bir. Biz götürdük bu əməliyyatı millət. Götürdük. Əla. Çox super yəni. Götürdük. 475 dollar da buradan götürdük. Balans 11.758 dollar uşaqlar. Demək olar ki, 1500 dollar falan profit əldə eləmişik və bu çox möhtəşəmdir. Millət, videonu uzun eləməyəcəm. Bütün linkləri aşağıda saxlamışam. Nə lazımsa yazırıq, məlumat alırıq. Belə videoları çox istəyirsiniz uşaqlar, aşağıda şərhlərinizi yazın və zəhmət olmasa videonu bəyənin ki, mən də belə videoları daha artıq eləyim və siz də baxıb yararlanasınız. Uşaqlar, böyük təlimlərə də qoşula bilərsiniz, mini təlimə də qoşula bilərsiniz. Hər birinizi gözləyirəm. Öyrənək, bir yerdə inkişaf eləyək. Uğurlar.